Bugün unudulmaqda olan bir çox adət-ənənələrimizdən danışmaq istəyirəm. Əvvəllər bu bayramlarda qohum-əqrabalar, dostlar, rəfiqələr, hər kəs bir-birinin evinə bayramlaşmağa gedərdi. Təəssüflər olsun ki, indi sadəcə virtual bir təbriklə kifayətlənir. Adətə görə bu bayramlarda gənc qızlar gizlincə qapı pusaraq, orada deyilən hər bir sözü gələcək həyatları haqqında yazardılar. Hələ o Novruz süfrəsinə qoyulan S hərfi ilə başlayan 7 fərqli simvolik nemətləri demirəm. Uşaqdan böyüyə hər kəs küçədəki tonqalların başına yığılardı. Qulaq falına çıxmaq, digər fal adətləri, papaq atdı, keçəlli, kösalı Novruz tamaşaları, küçədən hər yerdə musiqi səsi gələrdi. Bu bayramın ən çox xoşuma gələn adətlərindən biri yumurta döyüşdürmək idi. Kimin yumurtası sınardısa uduzardı. Burada da Esmira mənə uduzdu. Biz qızlarla bu cür yığılıb qərara gəldik ki, bizi edən dəyərlərimizi unutmaqda olan insanlara bir xatırlatma edək. Gəlin süfrələrimizi tək yeməklə deyil, o qədim niyyətlərlə dolduraq. Yenə Novruz gəldi. Gəlin küsülləri barışdıraq, yumurtalarımızı boyayıb şamlarımızı yandıraq. O gözəl adətlərimizi unutmayaq, yaşadaq və bölüşək. Yaşanılmayan adətlər unudular, adətlərimiz unudulmasın. Bayramınız mübarək olsun.